şey kızlar, o evdə pişməyib, qonşudan gəlməyib. Deməli, Kitayda oteldə gördüm ki, belə bir kofedir. Üstündə də heç bir kofe yazılmayıb. Hə, yox, yazılıb. Americano drip kofe yazılıb. Mən də bunu ataram. Tübalı bastım, açdım, töktüm şeydə stəkana. Sən demə, ay bacı, bu karışdırdım, gördüm dənə-dənə içində. Dedim, bu necə kofedir içirlər? Başa düşdüm, mən də eşitmişəm ki, oranın kofeləri çox dadlı. Dedim, bu nədir, bir köpülük. Allah versin bizim Nescafelərə zada. Öyrənmişik o Tibirində zada. Sən demə, sonra öyrəndim. Bir dənə göstərim, indi sən də bir də bacım. Hayır, çocuk olduğumu demədən göstər. Sən demə, qızlar. Bax, açanda qoxuya bax. Qoxu 5 metrdən gəlir, bax. Sən demə, ay bacım. Nə bilim, anam atam evində mən bir kofe içmişəm. Sən demə, qızlar, bu Adnaraz bu çay kimiymiş, bunun burasını belə qaldırırsanmış. Mən də deyirəm, yəqin aparat kofesidir. Baxıram ki, şkafı zad atmışam. Burada aparat yoxdur, axı, mən bunu necə qoymazdım. Deyim, iyi gəlir, istəyirəm, axı. Kofe içən adamam da. Sən demə, qızlar, bunu belə suya bandırırsan. Biləm, necə Adnaraz bu çay içirik? Sən onu açıb. Bəh, qoxuya bax. Çıxanda oteldən 2 dənə uğurladım. Uğurlamadım, əslində özüm yiyib otaqdan götürdüm. Bir xatirə qaldı səndən. İndi bu içəcəm afiyyətlə. İkimiz də içək, tamam mı? Özüdə də sal çıxar, Türkü məsələn, mən də Adnarazıdır da, al aşkım. Bahalı kofemə. Kim Kitaydan gəlsə, mənə bu kofedən gətirsin, xahiş edirəm.